Şeyx, burada sual verirlər ki, bəzi fitnələr yayıblar ki, Abu Zeyd Şahin qardaşımızın əleyhinədir. Sələflər ondan üz döndərdilər falan. Yəni buna münasibətiniz necədir? Yəni? Bismillah, elhamdülillah, və salatu və selamu alə Rasulillah. Abu Zeyd xeyrlə tanınır, elhamdülillah. Çox gözəl, istedadlı elm tələbəsidir. Allah üçün sevirik onu. Allah onunla faydalandırsın ümməti. Cəsarəti ilə, qeyrəti ilə tanınır. İslam'a görə çox şeylə keçməyə hazırdır. Belə görsənir. Əhsibuhu kəzəlikə və Allahu müzəkki və həsibuhu cəllə cəlaluhu. Allahdan istəyirəm, Allah subhanət hələ onunla faydalandırsın ümməti. Qafilləri oyandırsın və insanların hidayətinə səbəb olsun. O çox insanın gözünün həqiqətən açılmasına səbəb oldu, elhamdülillah, batildən haqqa. Və Abu Zeydin dedikləri, isnad elədikləri şeyləri şəxsən oxumuşam mən orijinal mətinlərdən, yəni ərəbcədən. Farsça oxumuruq biz, açıq etiraf edeyim. Bu kitablar hamısı ərəb dünyasında var. İraq xalqı üçün tərcümə olub, həmçinin Livan xalqı üçün. Məsəl üçün, Ayətullah Uzma Maraci Kubralının, yəni onların ən böyük alimlərinin bütün məstər kitabları ərəbcə var. Niyə görə? Çünki onlar İraq, Əl-Küveyt, Əl-Bəhreyn, həmçinin Səudi Ərəbistan, Əl-Gizan, Nəcran, bu yerlərinə hakimlər deyə bu ədəbiyyatların hamısının orijinal ərəb mətni var. Hətta deyərdim, müəlliflərin icazələri və xatımları ilə o mətinləri mən də oxumuşam. Və dərsində dediyi şeylərin hamısının doğrudan o kitablarda olmasını şəhadət edirəm mən. Allah subhanət hələ səxabət eləsin. Onun kimilərinin sayını artırsın. Ancaq xeyir deyə bilərəm. Barakallah fihi. O ki qaldı sualla əhl-i sünnətin onunla ayrılması haqqında. Bu onların arzularıdır. Hamımız onu sevirik. Şəxsən öz adımdan mən deyirəm. Və heç eşitməmişəm ki, bu sözü sizdən eşitdim mən əslində. Heç eşitməmişəm ki, kimsə desin ki, əhl-i sünnə onunla ayrılıb, kimsə onunla... Mən səndən eşitdim, həqiqətən bu, bilmirdim belə bir sualda, heç belə bir sual var. Fəbarakallah fihi və fiq. Və fiinə. Və sallallahu nəbinə Muhammed. İxlasla.com saytı tərəfindən təqdim olundu.